Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Zilhiccə ayı. Bu ay İslamın 5 əsasından biri olan həc ibadətinin ifa edildiyi ümumi əf ayıdır. Ərəfədə çıxıldığı, Allah üçün milyonlarca qurbanın kəsildiyi və bir illik hesabların görüldüyü, əməl dəftərlərin bağlandığı müqəddəs bir aydır. Zilhiccə ayının 1-dən 10-na qədər Leyali Əşərə, yəni 10 mübarək gecədir. Bu ayda nöqsanların tamamlanması üçün istiğfar, salavat, digər dualar və təsbih namazı davam etməkdə xeyir vardır. Həccə gedə bilməyən müminlər bu günlərdə oruç tutmaları çox böyük fəzilətlidir. Qurban bayramından əvvəl 9 gün oruç tutulur. 10-cu günü qurban kəsilincəyə qədər mümkünsə oruclu kimi bir şey yeməyib orucu qurban əti ilə açılır. 8-ci gün ilə bərabər 9-cu günü Ərəfə günü oruclu olmağın fəziləti böyükdür. Ərəfə günü oruç tutanın keçmişi ilə gələcək ilin günahları bağışlanacağı hədisdə müjdələnmişdir. Hədis İbn Macə Sünən, hədis nömrə 1731. Qurban bayramı Ərəfə günü sabah namazından bayramın 4-cü günü ikindi namazına qədər bütün fərz namazlarının arxasınca təkbir almaq qadın, kişi və hər bir mükəlləfə vacibdir. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Vallahu Ekber, Allahu Ekber, ve lillahil hamd.